Usta, hər birinizi salamlayıram, baxırsınız, dəyərləndirirsiniz. Çox sağ olun, minnətdarlığımı bildirirəm. Bugün inşallah deməli hazırlamaq istədiyim, deməli dana ətindən, dananın əsasən qol hissəsində, bud hissəsində jeleyli, şirəli ət var. Buna çox vaxt deyirlər damarlı ət. Bu əslində damarlı ət deyil, sadəcə şirəli bir hissəsidir də. Yəni bu da bir əzələdir. Yəni damar bildiyimiz damardır, o qanaxan, amma bu o deyil. Bundan deməli hazırlayacağıq ispanaqlı, qaymaqlı, göbələkli bir qazan yeməyi hazırlayacağım. Yerimiz mənim, bu da super olur. Bu əsasən çox vaxtda bunu bir görsən bəyənmirlər, amma bir dəfə ki bunu yediniz, bilirsiniz ki, bu başqa bir şeydir. Bu sousda bütün qızartmalarda gedir, amma qaynadandan sonra. Fikir verin. Bunu belə reskatsız tavaya qovurmağa o yeyilməli olmur, çox çətin olur, yəni dişləmək olmur. Amma bunu qaynadandan sonra çox dadlı, dəhşətli bir şey olur da bu. Üstüne su çıxanacan suyunu tökürük, sonra bir 2 saata yaxın qaynayacaq. Camağı şirpələn saxlayır, mən gül çiçəyini alıyorum. Yavaşdan qırmızıları qoyuram, sən də aralarına sarı qoyursun. Yaxşı. Və ən ortasına sarı qoy. 2-2 götür, kes tutaraq. Bu bir aydan sonra bunlar olacaq lezzetli. Onu yiyəsin. Buraya, ona görə roz verir. Yaya hazırlıqdır ya. Gülçiçək əkmək lazımdır ki, yayda qəşəng şirin olsun. Var ki ilk önce biraz bunu qızardaq. Zövqə görə istəsəniz göbələk də əlavə eləmək olar.
Bu da deməli spanakdır da. Bizim dildə yəni ki, şomi. Biz Bakıda bunu şomu deyirlər. Onun üçün spanak deyəndə biraz bitəyə gəlir. Bu deməli spanak vurmuşam. Burada deməli 10 dəstə şomudur. 3 dəstə də əgər turş xoşbuz gəlirsə, duzlu xoşbuz gəlirsə turşəng. 4 dəstə də turşəng atmışam ki, biraz duzlu olsun, turşmazı olsun. Burada göbələyini də əlavə edirik. Biraz bunu pörtdük, sonra göyə əlavə edirik. Qarışdırırıq ki, altda soğanın zadı qalıb təzədən yapışıb yanmasın. Biraz zirinc vururıq, sonra ətin üstünə də biraz əlavə edəcəyik. Sonra qaymaq əlavə edirik. Sarımsaq əlavə edirik. İndi də bu ətləri əlavə edirik üstünə. Biraz da yenə də zəncəfil əlavə edirik. Həm dekor kimi vidi gəlir, qəşəngləşir. Bax, yerimiz məmnunuz. Qarışdırmaq olar, amma ehtiyac yoxdur. Vidi qaçır daha da. Belə daha yaxşı. Bax, yerimiz məmnunuz. Bir dənə çörək. Yerimiz məmnunuzlar. Həqiqətən belə peçat bir yeməkdir. Əsl belə qonaq gələndə bir görsən fikirləşirsən ki, nə pişirin? Biraz dadlı bir yemək pişirim də. İndi məsələn o standart yeməklər var da, kabab, aş, dolma. Fərqli dad, dadlı bir dad axtarırsan, bu əsl qonaq qabağına belə çıxardılmalı yemək. Həqiqətən maraqlı, dadlı, ləzzətli yerimiz məmnunuzlar. Siz də baxın, abunə olun, like eləyin. Şirniyyat sevənlər istəsəz Xanım Mətbəxdə kanalına abunə ola bilərsiniz. Yeni videolarımız gələcək inşallah. Görüşərik.